Hakem müracaat etmek imkanı yarattığına göre Merkez Seçim Komisyonu'na İçtimai Televizyaya özlerinin teşekkürümü bildiririm. Ben Göğüşov Ramil Vahidoğlu 1977 ildə Ziyalı ailəsinin anadan olmuşum, ali iqtisadçıyam. 2002-ci ildən Qəlb Etüd Vətəndaş Cəmiyyətinin İctimai Dəstək İctimai Birliyinin rəhbəriyəm. Regionda fəaliyyətimiz haqqında qısa olaraq deyə bilərəm ki, bu neçə ildə Qazax, Aksaray və Tovuz rayonlarında bir sıra layihələr həyata keçirilmiş və keçiririk. Məsələn, GİSlə mübarizə, hüquq mühafizələrinin hazırlanması, əhaliyə hüquqi yardım, bir sıra sosial inkişafa yönəlmiş tədbirlərin monitoringi, seçki prosesində hüquq pozuntularının qarşısının alınması və s. Digər ictimai birliklərlə birgə regionda ictimai sərmayə proqramlarını həyata keçirilmişdir. Həmçinin yüzlərlə gənclərə və qadınlara kompüter və internetdən istifadə etmə imkanlarını genişləndirmişdir. Hörmətli seçicilər, bugün regionumuzda xeyli inkişaf var. Bəli, qazın və işığın verilməsi bərpa olunur. Əsas yollar düzəlməkdədir. Olimpiya kompleksləri, əlillər üçün evlər, məktəblər, diaqnostik mərkəzləri və digər binalar tikilib. Gənclər arasında demokratik inkişaf edir. Bugün namizədlərin efirdə çıxışı da seçkidə demokratiyanın bir göstəricisidir. Buna baxmayaraq, problemlərimiz də çoxdur. Hansını deyim? İçməli su problemlərini. Məcburi köçkünlərimizin pis vəziyyətdə yaşamasını, kənd yollarının pis vəziyyətdə olmasını, məktəblərdə istilik sisteminin olmaması haqqında danışın. Bunların hamısı siz məndən yaxşı bilirsiniz. Maraqlısı odur ki, problemlərimizin əksər hissəsinin həlli regionların sosial-iqtisadi inkişaf proqramında, yoxsulluğun azaldılması və digər dövlət proqramlarında açıq aydın göstərilir. Bəs niyə indiyənə qədər bu problemlər həll olunmur? Kimi təqsirləndirirlər? İclasdan məsul olan şəxslər yoxsa özümüzü bu problemləri həll etmək üçün nə etmişik? Niyə biz gedib dövlət proqramının iclasını tələb etmirik? Yoxsa tələb edə bilmirik? Bəli, əziz seçicilər, tələb edə bilmirik. Çünki biz özümüz seçmirik. Özümüzə əziyyət verib seçkilərə getmirik. Səbəbini isə belə deyirik. Onsuz da seçiləcək. Xeyr, bu belə deyil. Biz böyük bir xalqıq. Bizim qürurlu tariximiz və əvəzsiz qüdrətimiz var. Axı biz keçmişdə qohumluq xatirinə və ya tanışlıq xatirinə haqqını haqqa verməmişik. Bizim ən böyük problemimiz bax budur. Seçkiyə getməklə siz imkan verirsiniz ki, kimsə pulunun gücülə, qohumluğun və yaxud tutduğu əsasından istifadə edərək millət vəkili olsun. Yalnız xalqın səsilə seçilən bir şəxs xalqın problemlərini həll edə bilər. Seçicilər, seçməmişdən öncə seçdiyiniz insana diqqətlə baxın. Xalqın gözü tərəzidir. Seçki otağında səs verirkən düşünün. Kimsə yaxşı insandır, ola bilər. Kimsə nüfuzlu bir şəxsiyyətdir, ola bilər. Kimsə yuxarıdan tapışılır, bəli, bu da ola bilər. Amma doğrudan mı bu bizim qeydimizə qalacaq? Biz hamımız sizin qarşınızdayıq, diqqətlə baxın və düzgün seçin. Bizim səsimizi eşitdirən bilənin, bizim üçün əlindən gələni əsirgəməyəni, bunun üçün kifayət qədər gücü, bacarığı və inamı olan birini seçin. Özünüz seçin ki, sabah ondan tələb edə biləsiniz və heç kim günahlandırmayasınız. Müraciət etmək istəyirəm regionumuzda 925 nəfər ilk dəfə səs verən gənclərə, əziz gənclərimiz, mütləq seçkilərə qatılın. Seçkiyə baxmaq arası baxmayın. Bütün problemlərinizi həlli seçkidən başlayın. Şayələrə uymayın. Sizin hər birinin səsi böyük rol oynayır. Yerbazlıq sindromundan uzaq durun. Ay mən Tovuzluyam, mən Tovuzlu seçməliyim. Və yaxud mən Qazaxlıyam və Astafalıyam, onlardan birini seçməliyim. Xeyr, bu rayonun üçü də və yaxud digər rayonlarda hamısı bizimdir. Bizim vətənimizdir. Vətənimizi parçalamağa imkan verməyin. Axı bizim düşmənlərimiz var, bizim rayon bazılığında sevmənlər var. 20% topraklarımız işğal altındadır. Biz bir olub onları qaytarmalıyıq. Bizim hər birimizin vətənimiz qarşısında borcumuz var. Məyərsə məktubun tək Qazaxın şahidimi? Xeyr. Məyər Ustad Mikayıl Azarın tək Tovuzundur mu? Xeyr, bunlar Azərbaycanın sərvətidir. Bunları unutmayın və biraz dərindən düşünməyi bacarın. Yalnız və yalnız layiq olmama səs verin. Əgər dərsə hazırda yolları getməkdə yolunuzsunuzsa, əgər inkişaf etmiş ölkələrdəki kimi təhsil almaq və regionumuzun inkişafını görmək istəyirsinizsə, seçkidə iştirak etməli, özünüzə məsuliyyət və borc bilməlisiniz. Gələcəyiniz sizin əlinizdə dəyişin və dəyişdirin. Gələcək şəhid ailələrinə, 302 əlillərimizə, 1432 məcburi köçkünlərimizə, 53% qadınlarımıza, ən layiq namizədə səs verməyə dəvət edirəm sizi. Sizlərin səsi ilə biz qalib gələcəyik. Səs vermənizi həm xahiş edirəm, həm də tələb edirəm. Mən tələb edirəm, siz də məndən tələb edin.